Çıxmaz qardaş belə bir şey. Biri çıxır deyir Mərdəkan, Şubalan Türkandan yaxşıdır. Qardaş qiymətə bax, kateqoriyaya bax. Mən bu torpağı Mərdəkanla, Şubalanla müqayisə eləmirəm. Bu ədalətsizlik olar. Əziz dostlar, xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpağı Türkan Qızılqumda inşa olunmuş dəniz mənzərəli belə bir gözəl evimizi sizlər üçün təqdim edirik. Gördüyünüz kimi dənizin qırağı, bax yolu, asfalt, yol. Türkanın dənizinin ən gözəl yeridir Qızılqum. Evimiz təxminən 250 metr, 300 metr məsafədədir. Bax, gözəl belə bir letni balkonu var. Keçək evimizin içini sizlər üçün təqdim edirik. Amma elə bu çölü qoyub adam içəridə oradan keçmək istəmir. Evimiz 4 otaqdan ibarətdir. 3 yataq otağı, bir zaldan ibarətdir. Bura bizim koridorumuz, içəri pol laminat. Bura bizim mətbəximizdir. Mətbəxdən çölə keçid var. Yəni bir az göstərdiyim yerə. Mətbəxdə bir şey düşür. Elə buradan da yeyişməyə davam elə dəniz qırağında. Keçək, digər otaqlarla tanış olaq. Bura bizim zalımız, qonaq otağımız. Allah bütün evləri qonaqlı qarar eləsin. Əsl futbola baxmalı bir otaq. Əziz dostlar, bütün avadanlıqlar da qalır. Yəni əşyalar, evin içində olan əşyalar da yeni alıcıya təhvil verilir. Keçdik digər yataq otağı, dəniz mənzərəli eyni qaydada. 3 yataq otağı, bir qonaq otağından ibarətdir. Uşaq otağımız, Allah bütün evləri uşaqlı eləsin inşallah. Bu da dəniz mənzərəli. Raşotkasına kimi vurulub evlərin, otaqların daha doğrusu. Keçək axırıncı yataq otağı. Evimizin sənədləri bir daha qeyd edilən tam qaydasındadır. Xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpağıdır. Evin və torpağın çarışı, yəni qubçası var. İpotekaya yararlıdır. Samuzeri hər ikisi ayrı-ayrılıqda. Türkanda nadir belə evlər satışa çıxır. Əziz dostlar, kimə maraqlı olsa profildə nömrəmiz var. Nömrəmizdən əlaqə saxlasınlar. Evimiz möhkəm tikilidir. Şəxsi tikilidir. Yəni makler falan evi deyil. Əlavə podvalın da videosunu çəkmişəm. Kimə maraqlı olsa desin, mən həmən videonu göndərirəm. Qonaq otağında birbaşa dəniz görsənir. Əziz dostlar, evimizin qiyməti 189.000 manata deyilir. Allah alana da, satana da xeyir versin. Hər birinizin yolunu gözləyirəm, sizlərə təşəkkür edirəm.